Amma indi belə formada da testə düşür və çaşmayın. Desək ki, hansı cümlə üzvləri arasında olur? Cümlə üzvləri arasında deyəndə tamamlıqla xəbər arasında olur. Çünki nə etdim, gördüm, kimi gördüm, səni. Tamamlıqdır. Deməli, tamamlıqla xəbər arasında idarə əlaqəsi olur. Bir də yer zərfliyi ilə xəbər arasında, baxın orada yazmışam, istəyirsiniz elə bunun üzərində deyim. Evə getdi cümləsində, evə yönlük halı idi. Hal şəkilçisi idarənin göstəricisidir. Deməli, evə getdi idarə əlaqəsidir. Cümlə üzvü kimi nə etdi, getdi, haraya, evə. Cümlə üzvü kimi yer zərfliyidir. Yer zərfliyi ilə xəbər arasında, buna nə yazaq? Buna yazaq ki, elə buradan yazaq. Tamamlıqla xəbər arasında nə götürdük? İdarə, doğrudur. Yer zərfliyi ilə xəbər arasında nə götürdük? İdarə. Bu qədər rahat. Yenə də qeyd edirəm, hal şəkilçisi gördünüzsə harda gördünüzsə qorxmayın, burada idarə var, götürürük. Cümlə üzvü kimi desə, tamamlıqla xəbər, yer zərfliyi ilə xəbər. Çünki tamamlığın sualları halların suallarıdır. Yer zərfliyində sualları halların suallarıdır. Hallar daxı idarənin göstəricisidir. Buna görə tamamlıq, yer zərfliyi, xəbər təbii ki, tamamlıqla xəbər, yer zərfliyi ilə xəbər arasında idarə əlaqəsi.